Salam müəllimlər, salam hörmətli izləyicilər. Deməli müəllimlər, belə bir iki dənə maraqlı sual var idi. Onların izahını vermək istəyirəm sizlər üçün. Deməli sualımız nədir? ABCD kvadrat MMP2 nöqtələri isə yerləşdiyi parçanın orta nöqtələri. Və deyir ki, rənglənmiş hissənin sahəsi rənglənməmiş hissənin sahəsindən 144 kvadrat santimetr çoxdur. Yaxşı. Bu kvadrat neçə yerə bölünür? Deyir ki, 4 dənə böyük kvadrat 4 dənə balaca kvadrata bölünür. Və axı burada hər kvadrat da özü 2 yerə bölünür. Baxın, bir dənə kvadrat 1 2 yerə bölünür. Digəri 1 2 yerə bölünür. Həmçinin digərləri də 2 yerə bölünür. Görürsünüz. Müəllimlər, burada qırmızı olsun bilinmir. Bu özü də ilə 2 yerə bölünür. Yuxarıda 1 aşağıda. Deməli bizim bu böyük fiqur nədən ibarətdir? 4 dənə balaca kvadrat. Yəni 8 dənə balaca üçbucaqdan ibarətdir. Düzdür? Deməli 8 dənə balaca üçbucaqdan ibarətdir. Oxşar çizək. Deməli müəllimlər, burada bu fiqur nədən ibarətdir? Bizim bu fiqurumuz 8 dənə balaca üçbucaqdan ibarət imiş. Sonra nə deyir bizə? Rənglənmiş hissənin sahəsi rənglənməmişdən 144 kvadrat santimetr kiçikdir. Yaxşı. Neçəsi rənglənib? 1-i, 2-si, 3-ü. 3 dənəsi rənglənib. Deməli cəmi 8 dənədən 3 rənglənibsə, deməli 8 dənə ümumi üçbucaq var. Mənə baxın. 8 dənə ümumi üçbucaq var. Rənglənmiş isə rənglənmiş neçə dənədir? Rənglənmiş isə 3 dənədir. 3 dənəsi rənglənmişdir, düzdür? İndi suala bir də baxırıq. Deyir ki, rənglənmiş hissənin sahəsi rənglənməmiş hissənin sahəsindən 144 kvadrat santimetr kiçikdir. Yaxşı. Bu nə deməli müəllimlər? Rənglənmişlərin sayı neçədir? Deyir ki, 3 dənə rənglənmiş, yazıram rənglənmiş, 3 dənə rəngli. Düzdür? 3 dənə rəngli müəllimlər. Rənglənməmiş neçədir? 8 çıxılsın 3. Yəni 5 dənə də 5 dənə çıxacaq. Rənglənməmiş 3 çıxacaq. Düzdür? İndi mən müəllimlər 5 dənə 3-ün fərqinə baxacağam. 5-dən 3 çıxan nə qalır? 2 dənə 3 çıxacaq. Düzdür? 2 dənə 3 çıxanın sahəsi nə verir bizə? Bizə verir ki, 144 kvadrat santimetr. 2 dənə 3 çıxanın sahəsi 144 kvadrat santimetrdir. Müəllimlər, bir dənə 3 çıxanın sahəsi tapmağa ehtiyac yoxdur. Niyə? Bizim bu kvadrat, baxın, bu kvadrat, hər kvadrat özü 2 dənə üçbucaqdan ibarətdir. Düzdür? Bəli. Deməli müəllimlər, elə hər kvadratın sahəsi də bir balaca kvadratın sahəsini çəkmiş 144 kvadrat santimetr. Yaxşı. Bir kvadratın sahəsi 144 kvadrat santimetrdirsə, bəs yaxşı. Ümumi kvadratın sahəsi neçə olar? Baxın, ümumi böyük kvadratımız 4 dənə kvadratdan ibarət. Düzdür? Ümumi böyük kvadratımız 4 dənə balaca kvadratdan ibarət. Deməli, bir böyük kvadratın sahəsi nəyə bərabərdir? 4 vurulsun 144-ə bərabərdir. Ümumi kvadratın sahəsi nəyə bərabərdir? 4 vurulsun 144. Yəni 576 kvadrat santimetrdir. Sahəsi 576 olan kvadratın tərəfi neçə olar? Buradan 2 çıxır, buradan 12 çıxır. Burada şifahi tapdım. Yəni onsuz da şifahi tapılır da. Yəni 4-dən kök aldım, 144-dən kök aldım və s. O sizə aiddir. Yəni sadəcə sahəsi 576 olan kvadratın tərəfi neçə olar? Deyir ki, nəyə özünə vurur 576 olan? Deyir ki, 24. Deməli kvadratın tərəfi 24 imiş. Tərəfi 24 olan kvadratın perimetri neçə olar? 4 vur 24. 4 tərəf var axı. 4 vurulsun 24. Yəni neçə edir? 96 santimetr. Hansı cavab? Cavab oldu B variantı. Baxın məndən digər suallara. Burada deyir ki, 6 bitki çevrənin ətrafına düzbağa çəkmişdir. Maraqlı sual mənlər. 6 dənə bitki çevrə var. Və deyir ki, çevrənin daxilına çəkmiş xəttlərin yaxşı. Yəni burada 7 aya bərabər. Neçə dənə radius var? Baxın, birinci, burada bir dənə radius var. X bölüm radiuslar. Burada bir dənə radius var. Bir radiuslar da var. Bir dənə burada radius var. Deməli, məndən 3 dənə radiusumuz var. 3 dənə radiusumuz var. 3 dənə radius. Üzərinə gəlsin. Neçə dənə diametri var? Bir dənə burada var diametr. Bir dənə burada var, bir dənə diametr. Üstünə gəlsin 3 dənə diametr. Bəs müəllimlər, biz nə bildik? Biz bilirik ki, bir dənə diametr 2 dənə radiusa bərabər. Deməli 3 dənə radius qalacaq yerinə. Mən 3 diametr yerinə neçə dənə radius yazacağam? Əlbəttə 6 dənə radius yaza bilərəm. Düzdür? Mən burada nə aldım müəllimlər? Baxın 3 radius və 6 radius. Deməli 9 dənə radiusun cəmi ümumi xəttlərin uzunluğunu verir bizə. Düzdür? Bəs müəllimlər 9 dənə radiusun cəmi nəyə bərabərdir? Deyir ki, 7 aya bərabərdir. Sualda belə verir, düzdür? 9 dənə radiusun cəmi bərabər 7 aymış. 9 dənə radiusun cəmi bərabər 7 dənə aymış. Və müəllimlər, burada cavablar, cavablara bax, adan asılı cavablar, düzdür? Adan asılı olduğu üçün mən yenə burada təmin edirəm ki, 9 il bərabər 7 A təminində adan asılı bir cavab almalıyım. Deməli, A nəyə bərabərdir? A-nı tapmalıyam buradan. A bərabərdir 9 il bölsün 7. 9 dənə. Yox, üzr istəməliyim. Mən R-i tapmalıyam, bağışlayın. R nəyə bərabərdir burada? R. R bərabərdir
Deməli müəllimlər, buradan R bərabərdir. Yəni radius nəyə bərabərdir? 7 dənə A bölünsün 9. 7 dənə A bölünsün 9. Mən harda radius görsəm, yerinə yazsam 7A bölünsün 9. Yaxşı. Deyək ki, düzbalın sahəsi. Düzbalın sahəsini hesablayın. Baxın, bunun eni nəyə bərabərdir məndən? Bunun eni 2 dənə çevrədir. Düzdür, baxın. Bunun eni boyunca 2 dənə çevrə var. Və neçə dənə diametri var? Bilirsiniz ki, bir dənə diametri burada, bir dənə diametri digərində. Deməli, eni boyunca 2 dənə diametri var. Yəni, neçə radius var? 4 dənə radius var. Eni boyunca 4 dənə radius var. Eni 4 edir. Uzunluğu neçə mənə baxın. Uzunluğu bunun 3 dənə diametri var. Düzdür, baxın məndə. 3 dənə çevrənin 3 dənə diametri. 1, 2 və 3 çəkir. Düzdür. Deməli, bunun uzunluğu 3 dənə diametri. Yəni, 6 dənə radiusa bərabər. Düz mənlər. Məsələ həll olundu. Deyir, cavab 4 vurursun 6. Xeyr. Axı, eri burada tapmışdı. Baxın mənlər. Erin yerinə biz harada eri gördük? Yerinə yazılır 7 bölünsün 9. Deməli, mənlər 4 vurursun 6-ını atıram kənara. Deməli, er vurursun er. Düzdür. Er vurursun erin yerinə yazıram mən. 7A bölünsün 9. Bir də vurursun 7A başlayalım, biraz səliqəsiz alın. Bölünsün 9. Deməli, mənlər sahə neçə oldu? 24 vurursun 7A bölü 9 vurursun 7A bölü 9. Görək hansı aldı? Yəqin ki, burada sadələşdirib. Onu bir sadələşdirib. 28 bölü 9. Baxın məndə, cavab oldu B variantı. Baxın məndə, cavab B variantı niyə? Yəni, sadələşdirib yaz. 4-ü vuram 7A olur 28A bölü 9. Düzdür. 28 dənə A bölünsün 9. Sonra vurulsun 6-da vurub bu birisinə 7A bölü 9-a. Olub 42 dənə A bölünsün 9. Cavab oldu 28A bölü 9 vurulsun 42A bölü 9. Yəni cavab B variantı. Mən də biraz üzü sayın komitə yazana biraz səliqəsiz salınır. Bunu bacardım. Ol, diqqət üçün çox sağ olun.